Ər-Rəhman surəsini çox adam eşidir. Ölünü götürüb aparanda oxuyurlar, bilməm nəyə görə. Heç bir hədisdə yoxdur ki, adam aparanda, amma yaxşıdır, əla bir ayət. Orada bir ayə var, həl cəzaul ihsan illəl ihsan. Bunun mənası qiyamətdə insanları cənnətə aparanda, onlara deyəcək ki, get cənnətdə, yaxşılıq elədin mənə, mən də sənə yaxşılıq eləyirəm. Allah məcazi mənada demir ki, bəndə Allaha yaxşılıq elədi. Birbaşa mənada deyir. Adam deyir, necə yəni, bəndə kimdir ki, Allaha yaxşılıq eləsin? Nədir bu? Nə deməkdir ki, sən mənə yaxşılıq elədin deyə, mən sənə yaxşılıq eləyirəm, Allah deyir, get cənnətə. Deyir, mənası nədir? Mənası budur ki, sən ibadət elədin, məni qeybdən üzə çıxartdın. Mən qalmışdım pərdə arxasında. Sən ibadət elədin, əməl elədin, sən məni çıxartdın pərdə. Səndə insan bu qüdrət var. Sən gizli Allahı üzə çıxarda bilirsən. Və sən başqaları səndə gördün məni, sevdi, aşiq oldu mənə, ona görə sənə minnətdaram ki, nə qədər adamı mənə aşiq elədin. Allahın da dərdi, başqa dərdi yoxdur axı ki, insanları ona aşiq eləsinlər. Çünki aşiq olanda nicat tapırlar, xoşbəxt olurlar, yoxsa Allahın ehtiyacı yoxdur. Allah istəyir ki, onu tanıyıb nicat tapsınlar. Ona görə də kimsə onu gözəl tanıtdırdısa, Allah özünü ona borclu bilir. Deyir, sən məni pərdənin arxasından çıxartdın, sənin vücudundan mənim ətrimi, qoxumu hiss elədilər, mənə aşiq elədin deyə mən sənə minnətdaram. Mən sənə təşəkkür edirəm. Çox dərin sözdür bu. Çox mühüm sözdür. Könüllülər neçə nəfərdirsə bu məclisdən deyərdim ki, ayağa qalxsınlar ki, mən bunu eləmək istəyirəm. Bunu eləmək istəyirəm ki, mənim vasitəmdən cəmaat Hüseynə aşiq olsunlar. Qiyamətdə də İmam Hüseyn deyir ki, çox sağ ol. Sən məni tanıtdırdın, sevdirdin. Hələ ki, abur aparmaqla məşğul ol. Hələ ətrafdakılar deyir ki, bu neçə ildə elə gedir, sinə vurur, gəlir elə həmin adam.